Bu da son. 62 sərnişin ve 5 ekipaj üzvü. Arazın o tayında ayrılıq nalesini çox eşitmişdik. Bu dəfə Xəzərin o tayından gələn ayrılıq xəbəri hamımızı göz yaşına boğacaqdı. Allah duaları eşidir. Hamıdan əvvəl xilas edici mələklər artıq hadisə yerindəydi. Və yalnız 26 nəfər xilas ola biləcəkdi. Səma qurbanları, sizi heç vaxt unutmayacağıq. Allah rəhmət eləsin. Bizim əlimizdən gələnsə sizi layiqincə torpağa, sizə mərmi atan qonşumuzu isə Allah'a tapşırmaq oldu.